Sual verir ki, namaz qılmamaq böyük günahdır, yoxsa adam öldürmək? Namaz qılmamaq tək adam öldürməkdən yox, adam öldürməkdən, içki içməkdən, oğurluq etməkdən, faiz yeməkdən, rüşvət almaqdan, bunların cəmindən daha böyükdür. Bütün İslam alimlərinin, istəyir sünnisi olsun, istəyir şiəsi olsun, bütün İslam alimlərinin yetkili fikrinə görə İslam aləmində ən böyük günah namazı tərk eləməkdir. Namazı tərk eləmək ən böyük günahdır. Hətta alimlərin bəziləri ixtilaf eləyiblər ki, namazı tənbəllikdən, inatkarlıqla yox, inatkarlıqla tərk eləyən bir mənalı kafirdir. Namazı tənbəlliklə tərk eləyən müsəlmandır, yoxsa qeyri-müsəlmandır? Bir çox alimlər deyir ki, müsəlman deyil. Bəziləri də deyirlər ki, müsəlmandır. Özünüzü və ailənizi cəhənnəm ateşindən qurtarın, qoruyun deyil. O yüzden Allah deyir ki, وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ Ailənə namazı əmr et. وَاسْتَبِرْ عَلَيْهَا Namaz üzərində səbirli ol, səbirli olmağa davam elə. Namaz səbir tələb edir. Bəzi insanlar var, namaz qıl deyirsən, ya mən iş adamıyam, işləyirəm. Namaz qılsam, ailəmi kim saxlayacaq? Subhanallah, güya ki bu namaz qılanlar hamısı boş havara insanlardır. Allah Teala zaten bu ayədə xəbər verir. وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا Ailənə namazı əmr et və özün də namaz üzərində səbirli ol. لَا نَسْأَلُكَ رِزْقَ نَحْنُ نَرْزُقُكَ Subhanallah. Allah Teala cavab verir qardaş. O şübhəyə, o şeytani şübhəyə cavab verir Allah Teala. Deyir ki, səndən ruzi istəmirik, səni biz ruziləndiririk. Yeter ki sən namazı qıl. Sən namazı qıl, biz sənə ruzi verəcəkdik. İmam İbn Qayyim rahimehullah özünün yazdığı Namazın tərki və onun hökmü adlı kitabında namazın tərki barəsində belə bir söz deyir. Buyurur ki, müsəlmanlar arasında heç bir ixtilaf yoxdur ki, namazı tərk etmək, yəni namaz qılmamaq ən böyük günahdır. Zinadan daha pisdir. Qətil, adam öldürməkdən daha pisdir. İçkidən daha pisdir. Şərab, insanların malını batilcəsinə yeməkdən daha pisdir. Bunların hamısından daha böyük olan günah namazı tərk etməkdir. Və bu dünyada və axirətdə əzabı daha şiddətlidir. Ona görə müsəlmanlar çalışmalıdır, namazda səhlənkar olmasınlar. Namazı tərk etmək Allah yanında ən böyük cinayət sayılır, ən böyük günahlardan biridir.